bizim ölkəmizə baxsaz, ən çox, hal-hazırda ən çox yəni, müxaliflər haqqında danışan Qamət Süleymanovdur. Və fikir verin, adamı nə günə salıblar. Adamın ağlında şübhə eləyirlər. Yəni, bəlkə dəlidir, bəlkə cin girib. Adamı kəzzəb çıxarıblar. Yəni, salamat adam deyil. Normal müsəlman kimi heç müamilə olmurdu. Normal müsəlman sözünə inanılır, amma ona yox. Qamət qardaşı yox. Adam kəzzəbdir bunların dediyinə görə. Adamın əmanətə xəyanət çıxarıblar. Güya ki, hansı ticarətdə kiməsə pul atıb, nəsə eləyib. Bütün bunlar, deyərlər, bütün bunlar bir yana adamın dinində şəkk elətdiriblər cəmaata. Və yaxud da ki, elətdirmək istəyirlər, əlhəmdə ki, bacarmadılar. Ölkəmizdə dəvət yayıldı, cəmaat haqqa tabi oldu, dəlilə tabi oldu. Lakin istəyirdilər. Burası qəribəsi odur ki, fikir verin. Hətta dinində belə şübhə saldılar və deyirdilər ki, Qamət Süleymanovun elə sözləri var ki, onları deyir, hakim, onları deyir, alimlərə göstərsə, bəlkə təkfir eləyərlər. Bu əslində təkfir qapısını açmaqdır avamlar üçün. Sıravi müsəlmanlar üçün təkfir qapısını açmaqdır, amma öz adından demir, sadəcə atır söhbəti ortaya və fikir verin. Hətta dinində belə. Ona görə bu nəfsə xoş deyil. Yəni, çoxsu deyir ki, bu saat, çoxsu bu sahədə olanlar hansılar ki, ya danışmırlar, ya haqqa susurlar. Deyir, oturmuşam, özüm üçün sakit evimdə çörəyimi qazanıram, ibadətimi eləyirəm, məscidə gedib gəlirəm, Quran oxuyuram, dərslərə qulaq asıram. Sakit həyatımı yaşayıram da mənə lazımdır, çünki nəfsə xoş gəlmir. Və digər səbəblərdə misallar çəkmək olar. Həmçinə deyir, ağlı dəlildən önə çəkmək. Yəni, dəlil gəlir, amma bunun ağlına uyumur, ağlı başa düşmür. Deyir, necə ola bilər, misal üçün, necə ola bilər ki, 15 nəfər birdən biri azdır, 20 nəfər azdır, ağlıma sığmır. Fikir verin, ağıl. Bu deyir, ağla sığmır, məntiqə sığmır, 15 nəfər. Necə, əgər dəlillər, açıq-açıq dəlil varsa və 15 nəfər o dəlilə müxalifdirsə, biz deyəcəyik ki, yox, bu müxalif sayılmır, çünki 15 nəfərdirlər. Amma 2 nəfər olsaydı, azmış sayılasıydılar, çünki 2 nəfər idi. Əlxan Musayev tək idi və yaxud da ki, yanında bir nəfər var idi. Onlar 2 nəfər idilər. Onda azmış sayılırlar, çünki az idilər. Amma indi təsəvvür edin ki, Əlxan Musayevin cərh olunduğu vaxtda onların sayı 15-20 nəfər olsaydı, elə çıxırdı ki, biz deməli idik ki, yox, bunlar indi batil əhli sayılmır, çünki sayıları çoxdur. Yaxşı, əgər sizinlə razılaşsaq ki, sayla götürülür, haqq, dəlillə götürülmür. Çünki olmaz axı, 100 nəfər birdən bir dəlilə müxalif necə olsun? Onda neçədir say? Yəni, hansı saydan sonra artıq biz deyirik ki, yox, əgər bu qədər sayda müxalif olsa, onları biz batil əhli deyə bilmərik, çünki baxmadan, hər halda o qədər millət səhv şey eləməz. Nə qədərdir say? 10 nəfər, 15, 100, yoxsa 1 milyard, bu saat bəlkə neçə milyon müsəlman şirkdən əziyyət çəkir, şirk qoşuları özləri bilmədən. Biz deyək ki, yox, biz onlara batıl deməyək, çünki neçə milyon adam şirk qoşur, özləri də bilmədən. Şək yoxdur ki, bunlar hamısı aciz şübhələrdir. Lakin rahat olmaq istəyirsənsə, necə ki, Şeyx Abdüssələm Rahiməhullah sənə nəsiyyət elədi, möhtərəm dinləyici, bu mövzularda olan dəlillərə bax, şəriətdə gələn dəlillərə və nəfsini qırağa qoyaraq o dəlillərə əməl elə. Onda görəcəksən ki, necə məsələlər aydınlaşır. Və sayazla baxma, dəlillə bax və əməl elə.